Rusiyanın Krımı itirmək üzrə olduğunu düşünürəm. Yadımdadır ki, bu müharibə təzə başlayan vaxtlarda Ukrayna ya vura bilmirdi, ya vurmağa cəsarət eləmirdi. Krıma gedən məşhur körpünü, Bəli, Krım bu körpüsü. milyardlarla dollar hesabına başa gəlmişdi. Putinin xüsusi nəzarəti altında. Xüsusi Rusiyanın demək olar ki, ən güclü raketdən müdafiə sistemlərinin qoruduğu Krım körpüsü ki, ona görə deyək ki, bir quş uçurtmaq da mümkün deyildi. Ukrayna bir dəfə onu yüngülcə zədələmişdi, o da gediş-gəlişə mane olmayan tərzdə bir zədələmişdi. Hətta qorxurlar ki, o vaxt Rusiya hələ qorxu gəlir ki, əgər Krım körpüsünü vursalar, dağıtsalar, taktiki nüvə silahından Ukraynaya qarşı istifadə oluna bilər. Bugün ən çox belə baxanda müzakirə olunan mövzu da odur. Bəli. Deməli, tamaşaçılar üçün xatırlayım ki, o nüvə silahının 3 növü var da, taktiki, operativ və ballistik nüvə silahı. Taktiki yaxın məsafəli və nisbətən gücü az olandır. Onun dağıtma radiyusu 15 kilometrlə məhdudlaşır ki, 15 kilometrdə hər şeyi məhv eləyir. Elə bil ki, adi artilleriya mərmisində adi mərminin yerinə nüvə başlıqlı mərmi qoymuşsan, çox kiçikdir. Operativ orta mənzillidir, ballistik isə uzaq mənzilli, daha gücü çox olan, deməli, strateji nüvə başlıqlarıdır. Elə belə bir şey vardır, sizlə də dəfələrlə müzakirə edirik, o qərara gəldik ki, Rusiya heç vaxt bu nüvə silahından da istifadə edə bilməz. Elə onun, əgər Ukrayna atsa, Rusiyanın özü də ziyan çəkər. Təkcə Çernobıl atom elektrik stansiyasında baş verən qəzadan 1986-cı ildə ətraf regionlar, ətraf dövlətlər də çox böyük ziyan gördü. Belarusiya, Polşa və s. Ukraynanın özü. Ona görə də nüvə silahını işlətmək o qədər də elə belə deyildiyi kimi asan deyil. Krımın özünə gələndə isə məlumatlar var ki, artıq bu Krım körpüsünü Ukrayna elə dağıdıb, elə zədəlib, artıq keçilməz hala gəlib, orada hərəkət dayandırılıb. Rusiyanın göz bəbəyi olan, qırmızı cizgisi olan Krım körpüsü artıq demək olar ki, istifadə olunmuş sıradan çıxır. Amma bu körpüdən də başqa lojistikanın pozulması siz qeyd edirsiniz. Amma ən əsas Ukraynanın cəbhədə əldə elədiyi qazanımlar Rusiyanın neftayırma zavodlarını vurub sıradan çıxartmasıdır. Demək olar ki, damarları kəsilib. Bəli, Rusiyanın elə bir ki, qan damarları kəsilib. Rusiyanın 89 subyekti var, müxtəlif respublikalar və s. vilayətlər. Deməli, bunların əksəriyyətində artıq yanacaq qıtlığı başlayıb. Rusları hətta övladlarının cəbhədə həlak olması ilə da Putinə qarşı bir etiraz dalğasına qaldırmaq mümkün olmadı. Pis çıxmasın, belə deyək ki, Allaha razılıq getməsin. Onlar övladı ölüdü, sevinirdi ki, bəzi Rus qadınlar var ki, 500.000 dollar nə qədər təzminat alır, övladına da yanmır ki, bir belə pul aldım da. Amma mən düşünürəm ki, artıq bu Rusiya şəhərlərindəki o acınacaqlı mənzərələr, neft almaq üçün, benzin almaq üçün növbələr, dava-dalaş, nə bilim, qışqırıq, söyüş, Rusların da bu mənəvi xarakterini hamı bilir. Yəni, Rusiyada elə bir dözülməz həddə gəlib çatıb ki, bütün regionlarında yanacaq çatışmazlığı məsələsinə görə mən fikirləşirəm ki, Rus xalqını Putinə qarşı ən ciddi şəkildə qaldıran hal bu olacaq. Yanacaq çatılmır, çatışmır. Yanacaq doldurma stansiyalarında dava qırğın, vermirlər. Nə bilim, elə yerlər var ki, ümumiyyətlə mülki vətəndaşlara satılmır. Ancaq ictimai nəqliyyata satılır. Mülki vətəndaşlara, məsələ, səhnələr də göstərirlər ki, 1 kilometr uzunluğunda avtomobil növbələri. Bir yaxşı deyil, 20-30 kilometrdən danışırıq artıq. Adamlar, yaşayan qovumlarla əlaqə saxlayırıq, danışırıq. Var deyir, var, amma 1 litrini bizim pulla bir haradasa 2 manat 50 qəpiyə, 2 manat 60 qəpiyə satırlar. Yox, əgər onu almayasansa, gedirsən, dayanırsan növbələrə. İş elə çatıb ki, Qazaxıstanla intensiv danışıqlar başlayırlar, Qazaxıstandan benzin almaq üçün. Benzin çatışmır da, neftarma zavodlarının çoxunu vurub, zədəliyib, sıradan çıxarıb, çatışmır. Ona görə də Qazaxıstandan benzin almaq istəyir Rusiya. Qazaxıstan prezidenti də Tokayev də təbii ki, yox demir, razılığını verib, amma danışıqlar elə bir sürətlə gedir ki, hələ nə vaxtda razılaşma imzalanacaq, nə vaxt ki, bu Qazaxıstan benzini Rusiya ixrac olunacaq, hələ nisiyə söhbətdir. Ona görə də Rusiyanın vəziyyəti, bax, bu mənzərə
Yəni get-gedə daha da kəskinləşir. Bu hadisələrin fonunda başqa bir ciddi məsələ isə ondan ibarətdir ki, artıq Belqorod vilayətində Ukrayna sərhəddən 150 kilometr Rusiyanın içərilərinə Ukrayna silahlı qüvvələri gedib. 150 kilometr sərhəddən 150 kilometr içəridə. Bütün bunlar Rusiyanın doğrudan da vəziyyətinin çox pis olduğunun göstəriciləridir. Yəni, amma Putin çıxdı, danışdı. Yəni, sizcə Putinin ötən həftə sonları verdiyi açıqlamalar doğrudur, o etiraf elədi ki, bəli, yanacaq qıtlığı var və s. və ilaxır. Amma eyni zamanda da yenə də yəni xalqın yəni açıqlamaları ilə xalqın önünə çıxdı da. Yəni mən varam, yaşayıram, Rusiya ayaq üstündədir, biz vəziyyətdən çıxış yolları tapırıq, biz daha irəli gedəcəyik kimi açıqlamalar. Nəyə hesablanıb? Gözə kül üfürməkdirmi, yoxsa çarəsizlikdir? Gözə kül üfürməkdir, siyasi və psixoloji müharibənin tərkib hissəsidir. Məsələn, o qədim tarixlərdə çox belə olub da, mühasirədə olan şəhər, son ehtiyatların tükənmək üzrə olan bir vaxtlarda mühasirə saxlayan güclü tərəf nümayəndə elçi göndərir ki, təslim olun da, onsuz da ərzaq çatışmazlığı, nə bilim, qırılırsınız, batırsınız. Bunlar da mühasirə olan tərəf, gör ki, ərzağımız boldur, filandır. Bu, oradan gələn düşmən dövlətinin elçisi qarşısında bəlkə son ehtiyatlarını çıxarıb əhaliyə çoxlu ərzaq verir, o geçsin öz hökümdarına desin ki, burada ərzaq qıtlığı zadı yoxdur. Ərzaq qıtlığı ilə bu qalanı təslim olmağa vadar eləyə bilməyir. Onların arzuları hələ çoxdur. Ona görə də bu taktiki bir gedişdir. Putinin tərəfindən taktiki bir gedişdir. Sırf psixoloji bir deməli amildir, siyasi amildir. Bütün hallarda, bütün dövrlərdə müharibə aparan tərəflər özünü düşmənə, rəqibə zəif göstərməməlidir. Yalandan da olsa özünü güclü təqdim eləməlidir ki, danışıqlarda da, hər şeydə də bu üstünlük bunun tərəfində olsun da. İndi Rusiyanın əhalisi Ukraynanın az qala 4 dəfə çoxdur. 4 dəfə deyərsin çoxdur da. Yəni bunun iqtisadi resursları, hər bir resursları, ərazisinə görə üstünlük Rusiyanın tərəfində olmalı idi. Niyə kimində elə 5 il ərzində 4 il, 4 ayda bir müharibə davam edir. Amma Putin də axı razı ola bilmir ki, artıq keçən dəfə bir dəfə sizinlə biz yenə danışdıq ki, artıq strateji təşəbbüs Ukraynanın tərəfinə keçib. Rusiya əvvəlki kimi, məsələn, biz dəfələrlə sizin efirdən də səsləndirildi ki, tutaq ki, son 3 ayda, 4 ayda, 6 ayda cəmi 30 kvadrat kilometr bir ərazi tutub Ruslar. Yaxud da ki, müharibənin başladığı dövrdən son dövrdə tutaq ki, 4 ildə cəmi Ukraynanın ərazisinin 10%-ni tutub. Amma çox kiçik rəqəmimizdə 4 ilə 10%. İndi onlardan da məhrum olur. Bir dəfə Ukraynanın silahlı qüvvələri yadınızdadır da, bir neçə il bundan qabaq Belqorod vilayətinə girdi. Rusiya xeyli ziyan verdi, itkilər verdi və geri çəkildi. Təsəvvür ki, təzdən girib ora. Deməli, indi Putin, Lukashenko səhər-səhər baxdım, qulaq astım, Pekində rəsmi səfərdədir. Pekinin deməli rəhbəri Xi Jinping ona cavabını bildiyi maraqlı bir sual verdi. Dedi, sən hardan gəlirsən? Minskdən uçursan? Dedi, yox, mən Moskva yaxınlığında orada dedim, oradan Putinlə görüşmüşəm. Onun arzularını da sizə çatdırmışam. Yəni bu hesab edirəm ki, Lukashenko'nun elə səfərinin özü Putinin əvəzinə onun elçisi kimi gəlməkdir. O baxır ki, Putin müharibədə uduzduğunu görür və Çindən yəqin ki, yardım üçün Lukashenko'nu göndərib. Və deyilənə görə son vaxtlarda da Çinlə Rusiyanın arasında müəyyən bir qədər artıq inamsızlıq yaranıb. Məsələn, Çin artıq Rusiyanın qələbəsinə inanmır. Ona görə də artıq özünə zəhmət vermək də istəmir. Mənim yanımda ki, o vaxtı 41-ci ildə Almanlar SSR-yə hücum eləyəndə, bu qərb dövləti Xüsusən Churchillin təşəbbüsündən ki, bunlar deyirdi, SSR-yə kömək eləyək, eləməyək. Onlar bir 2 ay, 3 ay gözlərlər ki, SSR ayaq üstə durmaqda davam eləyirmi? Bizim elədiyimiz kömək batmayacaq ki. Baxdılar, bir 2-3 ay gözləyəndən sonra Churchill gəldi, Moskvaya səfər elədi. Sonra bunlar
artıq Yardım hərbi və elədilər. iqtisadi yardım eləməyə başladılar da. İndi Rusiyanı belə müşahidə İndi edirlər. bəli, Rusiyanın vəziyyəti doğrudan da çox ağırdır. Rusiyada iqtisadi artım demək olar ki, yoxdur. Onun iqtisadi göstəricilərində artım da o silah, sursat istehsalındakı göstəricilərdir. Onu da əmtəri sayılır, tutaq ki, ümumi daxili məcmu məhsulu güya ki, artır. Onların bombanın, raketin hesabını artır da. Bunu da atırsan, partlarsan, məhv olur, gedir də. Rusiyanın təsəvvür edin ki, deməli, bu qədər ərazisi dünyanın faydalı qazıntılarının bütün göstəricilər üzrə deyilən ki, 30% Rusiyanın payına düşür. Amma ümumi məcmu məhsulun miqdarına görə Rusiya hətta Almaniyadan da geridir, 8-ci yerdədir. Ümumi məcmu məhsul 2,5 trilyondur, dollardır. Əhalinin sayına böləndə təxminən 17 min dollar düşür, alan başına milli gəlir. Halbuki bu rəqəm məsələn Amerikada 95 min dollardır. Təsəvvür edin də 6 dəfə Rusiyadan yuxarıdır. Rusiyanın, deməli Amerikanın hərbi büdcəsi Rusiyanın ümumi dövlət büdcəsindən çoxdur. Ona görə Rusiyada bu insan ehtiyatları baxımından, maddi, maliyyə vəziyyəti baxımından onsuz da çox pis vəziyyətdədir. Trump müvəqqəti olaraq Rusiyaya qarşı sanksiyaları müəyyən qədər yumşaltmışdı, amma yenidən onları sərtləşdirdilər. Rusiya, belə demək olar ki, çox çıxılmaz vəziyyətdədir. Adi o, indi hərbi texnologiya olsun, o birisi sənaye texnologiya, hər şeydə bu ciplər deyirlər də. Onun üçün, yəni, bütün dövlətlərin ona ciddi tələbatı var. Rusiya onları da istehsal edə bilmir. İstehsal eləmək Mən oxuyordum ki, hətta bütün, belə deyək də, aeroportlarında nə qədər təyyarələr uça bilmir. Orada yanacaq məsələsi də var. Amma eyni zamanda da dediyiniz kimi çoxsu modernləşdirməlidir. Hissələri filanları oradan alınır, buradan alınır. Yəni ki, aeroportlarında da vəziyyət o qədər dramatikdir. Ümumiyyətlə, Rusiyanı çox bədbin proqnozlar gözləyir. Yəni, hətta bir müharibədən çıxsa belə, cəbhədən qayıdan bəlkə neçə milyon əskər var da. İkinci Dünya müharibəsindən sonra da biz onun şahidi olmuşuq, yazılanları oxumuşuq ki, cəbhədən qayıdanlar psixoloji cəhətdən sarsılmış, zədə almış vəziyyətləri Rusiya cəmiyyətində çox bir kriminal, çox yüksək bir səviyyəyə çatacaq. Hələ müharibədən çıxsa, məsələ elə müharibədən çıxacaqmı, çıxmayacaqmı? Çıxara bilmir, Putin də çıxa bilmir. Çünki Putin çıxsa, Putinin aqibəti yaxşı olmayacaq. Ona sual verəcəklər. Artıq 5-ci ildən 4 ay keçib, 4 aydan da bir həftə keçib. Sən Rusiyanın bütün maddi, maliyyə, insan resurslarını bir qədər sərf elədin də. Nə qazandın? Nə əldə edin? Heç nə. Onun üçün Putin ciddi cavab verməli olacaq. Ya onu dinc yolla, ya ilə hərbi çeviriş yolundan, onun taleyi bəlkə elə Liviyanın prezidenti Qəddafi kimi oldu. Ona görə Putinin yolu yoxdur.